Suraxanıdan olan şəhidimiz Ramil Rızayevin Bafi adlı iti onun məzarı üzərindən çəkilmir. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Bafi şəhidin dəfnindən sonra onun məzarı başından ayrılmır və orada yatır. İTV Xəbər komandası həmin şəhidin ailəsi ilə həmsöhbət olub. Ailənin yaxın dostu Səbinə Rızayevanın sözlərinə görə, bu bəd xəbəri alandan sonra narazılıq olmasın deyə iti özü ilə evlərinə aparıb. Lakin gecə Ramil onun yuxusuna girib və deyib ki, onu gətirin vidalaşım. Ramil mənim yuxuma girdi. Başqa bir heç nə demədi. Dedi, iti gətir, mən ondan sağollaşmalıyam. Mən deyirəm, mən də demişəm, Ramil, get mama yuxu gir, mama darıxır sənsiz, get. Bu, yenə təkrar, приведи, rus dilində dedi, приведи, я хочу с ней попрощаться. O videonu çəkib sosial şəbəkələrdə paylaşmasında məqsədinin itin vəfasının, dostluğunun bütün dünyaya göstərmək olduğunu söylədi. Mənim məqsədim o idi ki, hamı, bütün dünya bilsin ki, nə gözəl oğlan getdi, nə gözəl dost qaldı. İnanırsınız, o tabutu gələndə biz qıraqda dayanmışdılar. Dedim, bu məşəhiz eləməyəcək, mən saxlamışam. Amma bu oturdu, mən də ona çəkirdim. Mən heç bilməm, bu balacadır, mən görmədim ki, tabut gəlir, gətirirlər. Qulaqlar qaldırdı, başladı ulamaq, belə ağlamaq, belə. Özdə mən görməmişəm o ağlayır. O belə narahat idi, ora-bura baxırdı, amma qabaqda kim baxırdı, xanımlar deyir, bunun göz yaşları axır, göz yaşları axır. İdi orada, mən belə baxdım, görürüm göz yaşları axırdı, konkret axırdı. Plus onu aparanda, inanırsınız, bu insan kimi iki ayaqla atana tabutun dalınca getdi. Nə qədər bu sonra ağladı, nə qədər mən onu sakitləşdirə bilmirdim.